İnsanlarla ve robotlar arasında qarşıdurma qaçılmaz olacaq. 20 dekabr tarixli gündəm xəbərinin efirində bir məlumata diqqətinizə çatdırırıq. Belə ki, Avropa Polis Təşkilatı, yəni Europol, yayımladığı hesabatda yaxın 10 illikdə robotların gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəyini və bir çox iş yerlərində məhz insanları robotların əvəz eləyəcəyi bildirilir. Qeyd eləyək ki, gündəm xəbər məlumat verir ki, bu tendensiya 2035-ci ilədək insanlar və robotlar arasında qarşıdurma və sosial narazılıq riskini artırmış olacaq. Hesabatda həmçinin vurğulanır ki, sosial-iqtisadi baxımdan zəif bölgələrdə əhali bu dəyişikliklərə mənfi reaksiya verə bilər və hətta küçələrdə robotlara qarşı məhz hücumlar baş verə bilər. Bundan əlavə, robotların fəaliyyətində hər hansı nasazlıq cəmiyyət arasında qalmaqallara və siyasi şüarlara da səbəb ola biləcək.